90-cı sualdan izaha davam edək. Deməli, gx funksiyası fx funksiyasının tərsiymiş. Yenə də yadımıza salaq. Tərs funksiya nə idi? F(a) bərabərdir b olduğunda, onda b nəyə bərabər olurdu? A-ya. İndi fikir verin. F0 istəyir. F0, yəni x-in yerinə 0 yazanda y nədir? 3'dür. Deməli, F0 3'dür. Sonra J0 istəyir. Bəs bu nə deməkdir? Axı x ilə y tərs funksiyada yerini dəyişirdi. Y 0 olmalıdır. Y-in 0 olduğu yer, baxsaq, haradadır? Və buradadır. Yəni, baxın, f -3 0 idi. Onda J0 nə idi? -3 idi. Yəni, yerlərini dəyişirdi. Sonra J5. J5'ə baxanda Y5 olmalıdır. Y5 olanda fikir verin, verilən funksiyada F4'dədir. Onda F4 bərabərdir 5 idisə, onda J5 nəyə bərabər idi? 4'ə. Onda deməli F0 3'dür, J0 -3'dür, J5 də nədir? 4'dür. Yəni tərs funksiyada x ilə y nə edir? Yerini dəyişir. Bir daha nümunəyə gətirirəm. Baxın, F5 nəyə bərabərdir? 6'ya. Onda biz tərsinə baxanda J6 nəyə bərabər olur? 5'ə. Növbəti izahda görüşərik. Hər birinizə uğurlar.